Ümumiyyətlə, doktor, qan xəstəlikləri ilə bağlı bir çox insanın bilmədiyi faktlar ki var, həmin faktları demənizi xahiş edərdim sizdən. Burada məsələn biz deyirik qan azlığı, amma elə qan xəstəlikləri var ki, orada əksinə qan çoxluğu olur. Və yaxud da ki, deyək ki, məsələn leykosit azlığı, yəni qanın elə orqanizmin immunitetini təmin edən qan cismi, belə deyək. Bunun miqdarı az da ola bilər, çox da ola bilər. Az olar, deyək ki, məsələn immunitet zəifliyinə gətirər. Çox olar onkoloji bir prosesin olduğunu göstərər. Yəni və ya trombosit, bu da qan laxtalamada iştirak edən faktordur, əsas formalı elementdir. Bunun miqdarı bir xəstədə ola bilər ki, az olar, digər xəstədə isə çox olar. Bunlar tamam fərqli-fərqli xəstəliklərdir. Yəni qanla bağlı olan xəstəliklər, qan formalı elementlərinə bağlı olan xəstəliklər çoxdur. Bunlar həmən elementlərin azalması və ya çoxalması ilə müşahidə oluna bilər.